Salam, hər vaxtınız xeyir olsun. Əziz abituriyentlər, MİQ və sertifikasiya hazırlaşan müəllimlər, hər birinizə yeni tədris ilində uğurlar arzu edirəm. Ümid edirəm ki, bu test sualı da sizlər üçün faydalı olacaqdır. Bu tip sualları siz qəbulda görəcəksiniz. Təbii ki, mövzular arası çalışıb əlaqələr eləmək lazımdır və təhlillər, sistemləşdirmə hər birini analiz edib daha yaxşı nəticə göstərmək əsas məqsəd olmalıdır. Demək, sualın şərti nədən ibarətdir? Eneolit dövründən fərqli olaraq erkən tunc dövrü, orta tunc dövrü və son tunc dövrünə aid olan hadisələri soruşulur. A bəndinə baxırıq bir də. Metal işləmənin mövcud olması. Metal işləmənin mövcud olması həm eneolitdə, həm erkən tunc dövründə var. Ancaq biz bilirik ki, metal işləmə sənətinin yaranması eneolit dövrünə aiddir. Demək, bu oxşardır. Bizdən fərqli soruşulur. B bəndinə baxırıq. Yaylaq maldarlığında atçılıq mühüm rol oynayırdı. Ümumiyyətlə, eneolit dövründə biz yaylaq maldarlığı deyə bir ifadə işlətməmişik. Yaylaq maldarlığının meydana gəlməsi erkən tunc dövrünə aiddir və atçılıq da təbii ki, mühüm rol oynayırdı. Ancaq burada incə məqam at və atla ilə yanaşı dəvədən də istifadə olunması bu son tunc dövrünə aiddir. Yəni, bu da fərqli cəhətdir. B bəndi doğrudur. C bəndinə baxırıq. Duluzçuluq sənəti inkişaf edirdi. Ümumiyyətlə, duluzçuluğun yaranması yadda saxlayın ki, neolit dövründədir. İnkişafı eneolitdə də qeyd edə bilərik, erkən tunc dövründə də qeyd edə bilərik. Duluzçuluqla bağlı sistemləşdirmə aparsaq, duluzçuluğun yaranması neolit, inkişafı eneolit, duluz çarxından istifadə erkən tunc, duluz çarxından geniş istifadə orta tunc, ayaqla hərəkət gətirilən duluz çarxı son tunc. C variantı, C bəndi də yanlışdır. Birə B bəndi gəldikdə, A, C bəndi yanlış olduqda A variantını silirik, C variantını silirik, E variantını silirik. 2. Orta tunc dövrü əmlak və ictimai bərabərsizlik qeyd edir ki, dərinləşdi. Eneolit dövründən fərqli olaraq orta tunc dövründə bəli, doğrudur. Əmlak və ictimai bərabərsizliyin yaranması erkən tunc dövrüdür. Ancaq burada ilk elementləri desə, bu eneolit dövründə var. Demək ki, A bəndi fərqlidir, yəni doğrudur. B bəndinə baxırıq. Sadə toxuculuq dəzgahından istifadə edilirdi. Orta tunc dövründə bəli, sadə toxuculuq dəzgahından istifadə edilirdi. Ancaq eneolit dövründə nədir, yoxdur bu. C bəndinə baxırıq. Evlər dairəvi və düz bucaqlı formada inşa olunurdu. Ümumiyyətlə, eneolitdə də erkən orta tunc dövründə oxşar cəhətdir. Hər birində var. Bu da oxşar cəhətdir. Son tunc dövrünə baxırıq. Dini və hərbi rəhbərlik tayfa başçılarının hakimiyyətinin əlində idi. Təbii ki, son tunc dövründə var, amma eneolit dövründə yoxdur. A bəndi doğrudur, yəni fərqli cəhətdir. B bəndinə baxırıq. Digər ölkələrlə əlaqələrin saxlanılması, ümumiyyətlə, yaxın şərqlə əlaqələr eneolit dövründə var. Orta tunc dövründə daha müntəzəm əlaqələr idi. Erkən tunc dövründə təbii ki, müəyyən inkişaf, son tunc dövründə də bu mövcud idi. Yəni, B bəndi oxşar cəhətdir. C bəndinə baxırıq. Sosial bərabərsizliyin yaranması, ümumiyyətlə, sosial əmlak bərabərsizliyinin yaranması biz qeyd edirik ki, erkən tunc dövrünə aiddir. Bizdən son tunc dövrünü soruşur. Ümumi olaraq heç əlaqəsi yoxdur. Demək, 1-ə B, 2-ə A, B, 3-ə A. Doğru cavab B variantı. Ümid edirəm, hər biriniz üçün faydalı olacaq. Bu kimi video izahların davamlı gəlməsini istəyirsinizsə, kanala abunə olub, bəyənib paylaşa bilərsiniz. Sağ olun, hələlik.